Uşaqlar, MHM-də fonetika bölməsində 41-ci sual vardı. Bununla bağlı istədim deyəm. Çünki bu düşən suallardandır. Bəzən uşaqların qarşısına çıxır, uşaqlar ilişirlər, qalırlar. Hər biri barəsində bir məlumat verəcəm. Diqqətlə qulaq asın. Hansı sözün tələffüzünə əsasən aid olduğu nitq hissəsini dəqiq söyləmək olmaz. Artıq bizdən olmayanı dəqiq söyləmək olmaz. Dəqiq bilmirik ki, bu hansı nitq hissəsidir. Məsələn, isimdimi, sifətdimi, məsəl üçün deyirəm, feildimi, isimdimi, dəqiq bilmirik. Bax, birinci diqqət edəsiniz. Tələffüz qaydasında verilən, tələffüz formasında verilən sözlərə diqqət edin. Əgər o sözdə dır, dir, durdur, yəni rısı da yerində, rı samiti yerində verilən vardırsa, bu bir cür düşünülür. Əgər desəz ki, niyə axı mən deyə bilirəm, bu məşrubu ona çatdır, yoxsa məsəl üçün deyirəm, stəkanda gördüyün çatdır. Xeyr, uşaqlar, əgər tələffüz qaydasında r samiti verilibdirsə, bu o deməkdir ki, buradakı leksik şəkilçidir. Çünki leksik şəkilçi parçalanmır. Amma d olanda bilmirsən, orada söhbət zamandan mı gedir, yoxsa l, li, lu şəkilçisidirmi? D, di, du, du formasında tələffüz olunur. Ona görə də həmin saniyə bu variantları çıxın. Çünki o tələffüzü siz bir cürdən başqa formada düşünə bilməyəsiniz. Kəslik digərlərinə baxaq. Məsələn, deyir ki, xalıya sözünü. Axı, mən iki cür düşünürəm. Bəli, iki cür düşünürsən. Amma dəqiq deyə bilirsən ki, iki tərəfdə də isimdir. Yəni, söhbət xaladan da getsə, söhbət xalıdan da getsə, iki tərəf isimdir. Bu getdi. Oxunmalı sözü, onsuz da oxunmalı sözü konkret olaraq vacib şəklindədir. İndi gəlirik bura. Bilmirəm, dadlı sifətindən mi söhbət gedir? Yoxsa o bu yeməyi daddı, nə etdi, daddı feilindən mi söhbət gedir? Yəni, burada doğru variant A-dır. Çalışın ümumiyyətlə test edərkən sıxdaşlardan istifadə edəsiniz.